Falesin irəli sürdüyü ən əsas fikir hər şeyin arxesinin suyun olmağıdır. Falesin arxe dediyi şeyi sadə dildə tərcümə eləməyə cəhd eləsək, bunu biz ilk maddə, əsas maddə və ya substansiya sözləri ilə əvəz eləyə bilərik. Yunan filosoflarının öz sözləri ilə izah eləsək, arxe hər şeyin ondan gəldiyi, ona getdiyi və ondan düzəldiyi şey, dəyişənin altında dəyişmədən qala bilən, varlığını davam etdirən bir şeydir. Ona görə də arxe bütün təbiəti izah eləyə bildiyindən, o eyni anda həm kozmogonik, həm də ontoloji bir müddəadır. Çünki o eyni anda həm başlanğıcda nə var idi sualına, həm də varlığın nədən ibarət olduğu suallarına cavab verir. Bəs Fales niyə hər şeyin əsas maddəsinin su olduğunu düşünmüşdü? Ehtimalı çox yüksəkdir ki, Fales suyun 3 halda da mümkün olduğunu təcrübə etsin. Donanda buz kimi qatı, isinəndə buxar kimi qaz və normalda maye olmağı. Bildiyimiz bütün varlıqlar demək olar ki, bu 3 formadan birinə malikdir. Və su da bu 3 formanın hamısını əhatə elədiyinə görə bütün varlıqlar sudan çıxmış olmalıdırlar ki, bu formalardan birinə sahib olsunlar.